Dinimizə görə əhdə sadiq, əhdə vəfa etmək müminin xüsusiyyətlərindən sayılır. Və eyni zamanda əhdə sadiqlik imanın göstəricisidir. Bir insana söz verib və ya Rəbbinə söz veribsə, onun ilk şərtlərdən biri o verdiyi sözə sadiqlik, əhd göstərməsidir. Mömin olan bir insan ilk öncə əhdinə sadiq qalmalı və cəmiyyətdə güvənilən bir insan olmalıdır. Ümumiyyətlə, vəfalı olmaq cəmiyyətdə bütün müsbət keyfiyyətlərin əsasını təşkil edir. Bütün sağlam münasibətlər, əlaqələr vəfalı olmağa bağlanır. İstər bu bizim iş həyatımızda olsun, istər ticari həyatımızda olsun və istərsə də xüsusən də ailə həyatımızda sadiqlik, vəfa göstərmək çox önəmli məsələlərdən biridir. Əksi olaraq, bir insan sadiq olmasa, əhdinə vəfa etməsə, istər cəmiyyətdə olsun, istər ailədə olsun, o ailə üçün, o cəmiyyət üçün çox ağır bir nəticələrlə nəticələnə bilər. Ümumiyyətlə, əhdə vəfa bir cəmiyyətin ruhudur, cəmiyyətdə dəyərləri ayaqda saxlayan bir dəyərdir. Biz əhdə vəfanı bir neçə yerə bölsək, ilk öncə Allahın biz bəndələri ilə əhdi var. Bizim Allahla əhdimiz var və eyni zamanda insanların gündəlik həyatımızda bir-birimizlə əhdlərimiz olur. Bizim insanlarla əhdimiz bəllidir. Hər hansı bir məsələdə əhd bağlayarıq. Bəs Allahın bizlərlə əhdi necədir, necə olur? Bildiyiniz kimi insan bu dünya həyatına gəlmədən öncə, bu maddə aləmindən öncə ruhlar aləmində bizim Rəbbimizə verdiyimiz bir əhdimiz var. Əraf surəsində Rəbbimiz bunu bir ayə ilə təsdiq edir. Buyurur, Ələstu bi Rabbikum, mən sizin Rəbbiniz deyiləmmi? Və bizim ruhlarımız Rəbbimizə cavab olaraq buyurur, qalu bəla, bəli, biz təsdiqləyirik. Əslində o ruhlar aləmində verdiyimiz əhdimiz Allaha bəndəliyin bir nişanəsidir. Ruhlar aləmində Rəbbimizə verdiyimiz əhdimiz ona sadiqliyin bir nümunəsidir. Ruhlar aləmində Rəbbimizə verdiyimiz əhdimiz nəfsimizə deyil, şeytana deyil, ona qulluq edəcəyimizin bir əhdidir, göstərisidir. Çünki yaradılışımızın qayəsi də Allahı tanımaq, ona yönəlmək, ona həqqi bəndə olmaqdır. Ancaq insan olaraq bildiyiniz kimi bir adımız da unutqandır. Biz dünya həyatına gəldikdən sonra bəzən dünyanın ləzzətləri, dünyanın belə deyək gözəllikləri bizi əhdimizi unutturur, Rəbbimizə verdiyimiz əhdimizi unutturur. Allah bizdən yaxın olduğuna görə, bizdən daha yaxşı və gözəl tanıdığına görə bir ayədə bizə o əhdimizi xatırladır. Buyurur ki, Bismillahirrahmanirrahim, Ələm əhəd iləykum ya bəni Ədəmə əllə tə'budu şeytan İnnəhu ləkum əduvun mubin. Buyurur, ey Adəm övladı, məgər mən sizdən əhd almadımmı ki, şeytana ibadət etməyin? O sizin açıq-aşkar düşmənidir. Mənə ibadət edin və doğru yol budur, buyurur Rəbbim.